Cabir İmanov 22 iyun 1976-cı ildə Bakı şəhərində anadan olub. 1983-93-cü illərdə Bakı şəhəri 189 sayılı məktəbdə oxuyub. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutuna qəbul olub Bakının ən mənzərəli yeri haradır? Opşi hamam. və 1997-ci ildə həmin institutu bitirib. 97-98-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin daxili qoşunlarında həqiqi hərbi xidmət keçib. 1999-cu ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olub. 2003-cü ildə həmin universiteti bitirib. İxtisasları iqtisadçı, hüquqşünas. 1999-2018-ci illərdə Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 1992-2001-ci illərdə Parni İzbaku KVN komandasının üzvü olub. 1992-ci ildə KVN çempionu, 1995-ci ildə KVN Yay Kubokunun sahibi və 2000-ci ildə KVN